Hər şey salam dostlar, neçə gündür görüşmürük. Neçə ildir görüşmürük. Bir gün biz idmana gedirik. İdmana gedəndən bəri 2 kilo almışıq bacımla. İndi bu sumkanın çəkisinə baxacağıq, çünki çox ağırdır və ancaq mən daşıyıram. İndi isə baxaq görək. Buradan idmana gedənə kimi 8 kilo daşıyıram. Qaydında daha yaş paltarlar olur. Və təxminən 12 kilo falan daşıyıram da yəni. Nəyi var? Bütün yeməkləri bitirib evdə idmana gedir. 6-cı məşq günüdür ki biz idmana gedirik. Amma əlavə 2 kilo almışıq və mən vaxtilə çox kilo verdim dostlar. Biraz rahatlaşdım ona görə ki, əşya sarıqladım da, şalvarım falan əynimə girir. Bəyəndiyim də şalvar var, əynimə girir. Amma yəni bu qızla diyeta tutandan bəri hansı diyetadan danışırıq bilmirəm. 2 kilo almışam. Dostlar, baxın nə qədər biz qazanmışam idmana gedəndən bəri. Görünür. Aferin. Bir dersən sən. Elə olmaq istəmirəm ama. Sən bir kadınsın. Baxma da baxma. Bura bizim bagajımızdır. Bagajımız yox, garajımız. Bura almışıq ki, maşınımızı saxlayaq. Yəni bizə problem deyil bir şeylər. İndi sizə maşınımızı göstərəcəm. Bir dəqiqə. Yaxşı, istəyirəm. İndi hələlik dayanıq. Hələlik. Gördüyünüz maşınımızdır. Bura bizim maşınımızdır. Maşallah. Niyə çıxıyorum bu? Bütün idman zallarında çalan mahnı budur dostlar. Göstərirəm. İdmanın 6-cı həftə. Sənə deyə bilməm, mən dostlar 12 kilo vermişəm. 15-6 ayda bax verdim. Xeyr, keçən ay vermişəm. Prosta Novruz bayramında 4 günlük bir ara elədim. Böyük bir ara oldu. Ondan sonra qayıda bilmirəm də, yəni olmur. İndi belə görünürəm. 2 aydan sonra görüşərik. Ben de böyle görünürəm. Ay qız düşəcək. Qarnımı dala çəkmə də, qarnımı dala çəkmə. Yalan danışma. Dostlar, bugün gedəcəyik idmana başlayır. Bu hər gün tərəziyə çıxır. Amma eyni şeydir də, yəni bir fərq yoxdur. Şimdi angle leg press edin. 45 kilo ilə eləyirəm mən. 45 kilo ilə edirəm. Bu hələ az tərdiyə qurudu, ona görə dostlar, çox hərəkət elədim, amma çoxdan göstərmədim, çünki bilməm. Mən təzə başlamışam, 10 dəqiqə eləyib bitirəcəm. Dəqiqənin sonunda. Dostlar, hər məşqdən çıxanda öz çəkisinə ölçür, hər məşqə girəndə öz çəkisinə ölçür. Bilmir ki, tərləyəndə insan bədənində ağırlıq olur. Bilsən bunu? Normalda daha çox tər olur. Amma yəni bu hələ yarısıdır da. Bu hələ yarısıdır. Bəli dostlar, bu qədər idi. İndi isə evə gedirik. Düşsəm yerin aklına. Sağ olun dostlar. Baxdığınız üçün təşəkkür ederim. My fault. Need you put down your call.